İnternetin bu günlərin nəhəngləri hamısı bir ölkənin əlindədir və bir ölkənin konstitusiyasının əlindədir. Yəni, baxmayaraq ki, onlar internetdən bütün bu, belə deyək də, transmilli şirkətlərdir, big tech kompaniyalar deyirlər də, böyük texnologiyaların sahibləri hamısı bir ölkədədir. Ona görə də bütün internet bütün ailəyə daxil olur, ölkələrə daxil olur və həmin o internet özü başqa bir ölkələrin əlində müəyyən bir silaha çevrilir. Onun bütün məlumatlarını ələ keçirir, orada gedən prosesləri nəzarətə götürür, həmin ölkədə gedən əhval-ruhiyyə, psixoloji müharibə elan eləyir, insanların beyni yuyulması ilə bağlı müəyyən işlər həyata keçirir. İstənilən bank, maliyyə, iqtisadi məsələlər hamısı bir anın içində yox ola bilər. Bir anın içində sənin bütün dünyadan, deyək ki, bank, maliyyə sistemlərinin hamısı təcrid oluna bilər. Ölkələrin kiber təhlükəsizliyi böyük risklər qarşısında olur. Ona görə də bax, son zamanlar bu rəqəmsal dünyada, virtual dünyada suverenlik məsələsi çox aktuallaşıbdır. Təsadüfi deyil, üzr istəyirəm. Təsadüfi deyil ki, Avropa Birliyi özünün rəqəmsal suverenlik deyilən sənədini qəbul edibdir.